Azərbaycanda biz haqqa, ədalətə xidmət eləməliyik. Azərbaycanda xalqın həyat səviyyəsinə diqqət eləməliyik. Azərbaycanda rüşvəti, korrupsiyanı, monopoliyaları aradan qaldırmalıyıq ki, xalqımız rahat nəfəs alsın, yaxşı yaşasın, keyfiyyətli yaşasın. Çünki istər-istəməz bu sosial-iqtisadi burulğana salınan, təzyiqlər altında yaşayan insanlar özlərini təmsil etmək üçün, öz maraqlarını qorumaq üçün təbii ki, başqa yollar axtarırlar. Bu bir gerçəklikdir. Biz Müsavat Partiyası olaraq hər zaman demişik ki, Azərbaycanın gücü əlbəttə ki, neftimizdədir, qazımızdadır, sərvətimizdədir. Ancaq Azərbaycanın ən böyük gücü, ən böyük sərvəti insanlardır, xalqımızdır. Və bu insanların uğur qazanması üçün, xalqımızın uğur qazanması üçün ölkədə azadlıqlar olmalıdır. Azad olmayan xalq, azad olmayan toplum böyük vəzifələrin öhdəsindən gələ bilməz. Necə ki, insanın əl-qolunu bağlayıb, ondan xarüqələr yaratmaq, yaxşı çalışmaq, gözləməyin mənası yoxdur. İnsandan biz yaxşı iş gözləyiriksə, fədakarlıq gözləyiriksə, onun əl-qolu açıq olmalıdır. Cəmiyyətdən, xalqdan da biz yaxşı nəticələr gözləyiriksə, xalqın azadlığı olmalıdır. Biz Müsavat Partiyası olaraq hər zaman demişik ki, Azərbaycanın uğurları ilk növbədə milli birlikdən keçir. Ölkədə milli birlik təmin olunmalıdır. Bu milli birliyin də təmin olunmasının yolu bir tərəfdən o dediyim sosial ədalətdir, rifah cəmiyyətidir, rüşvətin, korrupsiyanın aradan qaldırılmasıdır ki, xalqımız yaxşı yaşasın və güclənsin. Eyni zamanda siyasi ədalət də olmalıdır. Siyasətdə də imkanlar bərabər olmalıdır. Siyasi həbslər olmamalıdır. Siyasi məhbuslar olmamalıdır. Nə gerçək demokratlara, nə də Azərbaycanın düşmənlərinə imkan verilməməlidir ki, Azərbaycanda insan haqları məsələsini bayraq eləsinlər. Azərbaycanda siyasi məhbuslar məsələsini özlərinin Azərbaycana qarşı yönəlmiş siyasətində alət kimi istifadə eləsinlər. Bunlara yol verilməməlidir. Bu problemlər Azərbaycan daxilində düzgün həll olunmalıdır, düzgün tənzimlənməlidir ki, Azərbaycanın gücü artsın, gücsüzlüyü ortaya çıxmasın. Mən əminəm ki, Azərbaycanda haqq, ədalət bərqərar olsa, azadlıqlar bərqərar olsa, bizim mömin insanlarımız da dinə, müqəddəs İslam dininə normal şəkildə ibadətlərini eləyəcəklər. Ancaq dindən siyasi məqsədlərlə sui-istifadə etmək, dindən Azərbaycan dövlətinə qarşı sui-istifadə etmək imkanı